Başlayaq Nigar müəllimədən. Salam. Salam Nigar müəllimə, hər vaxtınız xeyir. Özünü təqdim etməmiz hazırdır Nigar müəllimə. Xeyr, hazır deyil. Onunla bağlı sizə sualım var bir neçə dənə. Onu soruşaram, sonra Aha, hazırlayaram. yaxşı. Dərsdən sonra əlaqə saxlayarıq. Bəli. Nigar müəllimə, sinifdə olan səs-küyə görə direktor gəlib sizə irad bildirərsə, necə reaksiya verərsiniz? Səs-küyün iki səbəbi olur. Biri işgüzar səs-küy, biri də xaotik səs-küydür. İşgüzar səs-küy ilə bağlı, yəni onu müəllim sinifdə tənzimləməlidir də. İşgüzar səs-küydə qrup işində və yaxud da hər hansısa bir dərs proses zamanı onu tənzimləməlidir. Xaotik səs-küydə isə xaotik səs-küy o atdığınız materialda onunla bağlı elə çox bir şey yox idi. Xaotik səs-küy belə düşünürəm ki, yəni müəllimin sinifi idarə edə bilməməsindən irəli gəlir. Bəli, düz. Direktor da bununla bağlı tənqid eləyərsə, işgüzar səs-küy bəlli məsələdir, dərs prosesində başlayanda, amma xaotik səs-küy yaranarsa, bunu aradan qaldırmaq üçün müəyyən tədbirlər görmək olar. Qayda və prosedurlar əsasında dərs təşkil olunur və bunun qarşısı alınır. Aha, bəli. Yəni ilk öncə deyirik ki, sinifimizdə o interaktiv təlim tədris olunan siniflərdə, yəni biz dərsimizi interaktiv təlim üsulları ilə həyata keçiririk. Ona görə də, yəni sinifimizdə səs-küyün olması normaldır. Təbii ki, bu səs-küy işgüzar səs-küydür. Yəni bu zamanda biz qaydalar, sizin vurğuladığınız kimi qaydaları əvvəlcədən şagirdlərə bildiririk ki, səs tonumuza diqqət yetirək. Yəni uşaqlar qışqıra-qışqıra danışmasın, bir-birinə mane olmasın. Yəni bu zamanda inanmıram ki, səs sinifimizdən kənara çıxıb digər siniflərə də mane olsun. Yəni xaotik səs-küy olmur. Xaotik səs-küy doğru vurğulayırsınız ki, əgər sinifin düzgün idarə olunması yoxdursa, burada xaotik səs-küy olacaqdır. Yəni şagirdlər bir-birini sona qədər dinləməyəcəklər, səs tonlarına diqqət yetirməyəcəklər. Ona görə də, yəni lap direktor gəlibdirsə, dəvət eləyərəm gəlsin dərsimdə əyləşsin, baxsın, yəni dərsimizin təşkilinə, orada gedən prosesə. Yox, əgər belə bir hal baş verərsə də, yəni mən bunu aradan qaldıraram. Amma ilk öncə biz bunu inkar eləyirik ki, yəni səs-küy normaldır müasir təlimdə. Bəs Nigar müəllimə, qiymətləndirmənin hansı istiqamətləri var? Aha. Qiymətləndirmə, yekun qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, milli qiymətləndirmə, bir də məktəb daxili qiymətləndirmə, 4 istiqaməti. Əsas bizim istifadə etdiyimiz məktəb daxilidir ki, o da formativ, summativ, bir də diaqnostik qiymətləndirmə olaraq götürülür. Summativ də bölünür, böyük və kiçik summativ qiymətləndirmə. Allah, bəli. Yəni bəzən burada çaşırıq, qiymətləndirmənin istiqamətləri deyəndə keçən il bu sual ünvanlanıbdı müəllimlərə. Biz məktəb daxili qiymətləndirmədən danışırıq, amma siz doğru vurğuladınız, əla. Yəni ümumi qiymətləndirmənin istiqamətləridir ki, milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, yekun, bir də məktəb daxili. Çox gözəl Nigar müəllimə. Yəni bundan danışa da bilərik. Lap məktəb daxili qiymətləndirmə diaqnostik nə zaman aparılır, formativ nə zaman aparılır, summativ nə zaman aparılır, bu haqqda da danışa bilərik. Yəni müsahibədə bu sual, orada yəni sual ünvanlanırsa danışa bilərik, bəli. Yəni amma çox düzgün vurğuladınız. Çox gözəl. Bəs Nigar müəllimə, valideyn iclasa gəlməzsə nə edərsiniz? Valideyn iclasa gəlməzsə, ilk öncə onun səbəbini öyrənərəm ki, işlə bağlıdırmı və yaxud da hər hansısa bir səbəblə bağlıdır. İclasa gəlməzsə də valideynlə birbaşa əlaqə yaratmağa çalışaram. Ya şagirdi məktəbli kitabçası vasitəsilə valideynə məlumat verərəm, ya da ki, valideynlə birbaşa sinif rəhbəri vasitəsilə və yaxud da valideynlə birbaşa əlaqə yaradaram. Bəli, yəni haqlı səbəbləri ola bilər valideynin iclasa gəlməməsinin, ola bilər ki, iş saatları uyğun gəlməsin.
Yəni bu zamanda biz yəni müasir dövr texnologiyalar dövrüdür. Yəni hər kəsdə telefon var, WhatsApp var, düz deyilmi? Yəni Bəli. əlaqə saxlayıb övladı haqqında məlumatı bildirirəm. Tamamilə doğrudur. Bəs summativ qiymətləndirmə tapşırıqlarını necə hazırlayırsınız? Summativ qiymətləndirmə, indi bunu soruşanda mən summativ qiymətləndirmə haqqında deyim, yoxsa nə deyim? Ümumiyyətlə ilk öncə Eee, belə qısaca summativ qiymətləndirmə haqqında danışıb sonra suala keçə bilərik. Qısa o da. Yəni ki, çünki bizə ünvanlanan sual məhz summativ qiymətləndirmə Summativ tapşırıqlarına gedir. qiymətləndirmə şagird nailiyyətinin qiymətləndirilməsidir. İl ərzində nədir, yarım il ərzində 3 dəfə və 6 dəfə olaraq keçirilə Hı, bilər, ən az, ən çox olaraq da. bəli. Bir də summativ sual necə dediniz? Summativ qiymətləndirmə tapşırıqlarını necə hazırlayırıq? Alt standarta uyğun hazırlanır. Bəli, Düz əlbəttə ki, dedim. bölmə ərzində həyata keçirdiyimiz alt Aha. standartlar. Bölmə ərzində həyata keçən alt standartlara əsasən hazırlanır. Bəli. Bəli. Yəni bəs tapşırıqlarımız necə olur? Hamısı eyni səviyyədəmi Bir də olur? xeyr, çətinlik səviyyəsinə görə 4 səviyyədə Hı hı. asan, Düz, asan. orta, çətin və çətin olaraq Bəli. asan 20% idi. Asan, orta və orta çətin 30%, çətin isə yenə 30% olaraq 20%. qiymətləndirilir, meyarlara əsasən aparılır. Aha, bəli, doğrudur. Yəni burada da biz şagirdlərin hər birisini nəzərə alırıq. Məhz burada da görürsüz elə differensial yanaşma da var. Yəni biz tapşırıqları hazırlayarkən hər bir şagirdimizi nəzərə alırıq. Tapşırıqların hamısı çətin olarsa, yəni burada biraz qavraması zəif olan şagird həmin tapşırıqların öhdəsindən gələ bilməyəcək və biz şagirdimizi doğru qiymətləndirə bilməyəcəyik. Eyni zamanda hamısı asan olarsa, yəni o güclü şagirdimizi də düzgün şəkildə qiymətləndirə bilməyəcəyik. Çox sağ olun Nigar müəllimə. Bir Sağ azca olun. da çalışsaq lap əla olar. İlk dəfə bu gün Bəli, oxumuşam o ilk materialları. dəfəmizdir. Hələ Bəli. baxmamışam heç. Oldu, sağ olun. Sağ olun Nigar müəllimə. Sonra Nigar müəllimədən sonra Ülker müəllimə icazə almışdı. İranə müəllimə. Bəli, müəllimə. İranə müəllimə, sinifimizdə güclü şagird olarsa nə edərik? İlk növbədə sinifdə güclü ilə yanaşı zəif şagirdlər də olur. Güclü şagirdi daha irəliyə aparmağı fikirləşərəm. Zəifləri də güclüyə çatdırmaq üçün əlimdən gələni, yəni əsirgər nə oldu eləməyə çalışaram da. Yəni sinifdə normal halda ki, müxtəlif potensiala malik Bəli, olan uşaqlarımız şagirdlər var, düz olsun. deyilmi? Bəli. Ona görə də Həmin o güclü şagirdi daha da irəliyə aparmaq üçün tapşırıqlar hazırlayaram, ona uyğun suallar tərtib eləyərəm, istər summativdə, istər dərsin gedişində. Yəni bu başdan qarantiya alaram da, necə deyim? yəni burada biz diferensial yanaşmaya aid biliklərimizdən də istifadə edərək cavab verə Bəli. bilərik ki, tapşırıq hazırlayarkən, bəli. Bəli. Buyurun. Yüksək potensiala malik şagirdlərin olması təlim prosesini daha da zənginləşdirmək üçün böyük imkandır da bu bizim əlimizdə. Diferensial yanaşmada hər bir şagirdə fərdi şəkildə yanaşmaqdır. Sinifdə zəiflə yanaşı güclülərə də öyrənmə tərzində fərqli olduğu üçün güclü şagirdlərə eyni standart tapşırıqları vermək əvəzinə onların potensialına uyğun mühit yaradaram. Çünki Yəni güclü şagirdə sadəcə əlavə sayda eyni tipli tapşırıq vermək onu dərsdən soyuda bilər. Daha da inkişaf etdirmək üçün fərqli tapşırıqlar, test, summativ tapşırıqları əldə edər, yəni uşaqda tətbiq etməyə çalışaram ki, onun keyfiyyətinə
necə deyim, istedadını deyil, onun biliyini, təfəkkürünü inkişaf etdirməyə çalışaram da bir növ. Aha. Daha da irəliyə getmək üçün daha savadlı şagird əldə etməyə çalışaram. Aha. Özümüzü çox çətinə salmayaq İrənə müəllimə. Yəni biz burada Hı. şagirdlərimizə differensial yanaşarıq. Onsuz da sinifdə Bəli, hər cür potensiala malik olan, hər cür şagird maraq olur. dairəsinə malik olan uşaqlar, qavrama səviyyəsinə, hazırlıq səviyyəsinə malik olan uşaqlarımız var. Yəni bu təbii haldır. Yəni biz bunu nəzərə alaraq hər bir şagirdimizlə Burada differensial yanaşırıq. müəllimə Tapşırıqları da tapşırıqlardan da açıq tipli suallar ona bəli, İbraz verməyə çalışaram. taksonomiyasının Bəli, mərhələlərinə uyğun tapşırıqlar hazırlayaram. Yuxarı təfəkkür səviyyəsinə bəli. aid açıq suallar ünvanlayaram şagirdə ki, yəni öz olduğu yerdən daha da irəli inkişaf eləsin. Yəni burada sırf differensial deməli təlimə aid biliklərimizdən istifadə edərək bu suala cavab veririk. Çünki sinifimizdəki şagirdlərin hamısı eyni deyil ki, düz deyilmi? Yəni Bəli, hər cür bəli. şagird var. Eyni Aşağı məqsədə. təfəkkür səviyyəli də Aha, şagirdlər olur, yuxarıda. Bu da o demək ki, yəni zəiflə yanaşı güclü şagird. ah, Güclünü daha da irəliyə inkişaf etdirərəm. Zəifi də güclüyə çatdırmaq üçün xüsusi tapşırıqlar ona elətdirməyə çalışaram. bəli, doğrudur. Yəni Bəli, bu o demək bu deyil, yolda bunlara. İranə müəllimə, biz aşağı Bəli, məsəl üçün deyək ki, hazırlıq səviyyəsi biraz zəif olan uşağa yuxarı təfəkkür səviyyəsinə aid tapşırıq verməməliyik. Xeyr, biz şagirdimizi ha, tədricən inkişaf elətdirməliyik. Biraz asan bəli. tapşırıqlar verərək, yəni sadədən mürəkkəbə Yavaş-yavaş. doğru tədricən çətinləşdiririk sualları ki, yəni hər bir şagirddə məntiqi, tənqidi, yaradıcı təfəkkür formalaşmalıdır, düz deyilmi? Yəni o Bəli, aşağı qavrama səviyyəsində olan uşaq elə həmin yerdə qalmamalıdır. Ona görə də hər bir şagirdimizi nəzərə alırıq və deməli hər bir şagirdin özünün inkişaf potensialına etdirməyə uyğun çalışırıq. tapşırıqlar hazırlayırıq. Bəli, Diferensiasiyanı təmin edirik. həyata Hı. keçirdirik, bəli. Bəs şagird səhvən sizə deməli neqativ məzmunlu məktub yazıb. Yəni bu zaman nə edərsiniz? Mesaj göndərib deyək ki, neqativ Ha, məzmunlu. birincisi ilk növbədə onu araşdıraram. Yəni bu bullying də ola bilər. Odur da, hə müəllimə? Bəli, bəli. Bullying xarakterli də ola bilər. Bəlkə səhvən başqa bir şagirdəmi yollayırdı, mənə düşüb. Birinci araşdıraram, şagirdlə təkbətək fərdi danışaram. Əgər şagird yenə deməzsə, valideynləri ilə əlaqə yaradaram və yaxud da məktəb rəhbərliyi ilə, rəhbərlik yox, psixoloqla yəni baxarıq da görək bu nə üçün belə eləyir, bullyingəmi məruz qalmış. Bəli. Məsələni ictimailəşdirmədən, yəni sinif qarşısında da demərəm də, sinif Hı -hı. qarşısında o məxfiliyi, konfidensiallığı qorumaq lazımdır. Bəli. Onunla fərdi danışaram ki, görək bu nə deməkdir də. Yəni yenə də deməsə valideynləri ilə, sonra psixoloqla danışaram, həll etməyə çalışaram. Aha, bəli. Yəni biz ola bilər ki, həmin şagird ya Bəli, bullyingə məruz qalan uşaq olsun və yaxud da ki, bəli, özü bully ola bilər kiməsə. Yəni mənə bəli. o ünvanlanıbsa, yəni bu təbii ki, səhvən gəlibdir bu mesaj mənə. Bəli. Bunu mütləq şəkildə araşdırmaq vacibdir. Burada əsas məqsəd şagirdi cəzalandırmırıq da. Ha, bəli. Həmin o məsələnin kökünə enmək lazımdır, axtarmaq lazımdır, zərər çəkmişi qorumaq və yaxud mesajı kiməmi yollayıb, araşdırıb tapmaq lazımdır ki, Bəli. yəni gələcəkdə intihara qədər gətirib çıxardar da o Bəli. bullying. Tamamilə doğru. Yəni ya ola bilər ki, bu uşaq özü kimisə təhdid Bəli, edir və yaxud da ki, ciddi təhdidə məruz məruz qalıb. qalıb, təzyiqə məruz qalıbdır. Yəni bunun səbəbini araşdırmaq lazımdır. Sinifdə mühitimizi düzgün qurmalıyıq ki, şagird fikirlərini bizə Bəli, qorxmadan, çəkinmədən bildirə bilsin. Düz bəli, deyilmi? bəli. Yəni şagirdlə Psixoloji söhbət apararıq. normal olmalı. Bəli, Bəli, doğrudur. Yəni ilk öncə şagirdin özü ilə söhbət bəli, aparırıq.
Düzdür, mühakimə etmədən fərdi bunu şəkildə, tamamilə bəli, doğrudur, bəli, şagirdin qarşısında yox, fərdi şəkildə bəli, danışdırmaq lazımdır. O da səbəbin ya deyər, deməzsə valideynlərinə və yaxud da psixoloqla birlikdə həyata keçirtmək bəli, lazımdır. bəli. Həm, biz ümumiyyətlə müəllim olaraq konfidensiallığı mütləq şəkildə gözləməliyik. Yəni Bəli. konfidensiallıq o demək deyil ki, elə görmüşük, özümüzü görməzliyə vuraq. Yəni fəaliyyətdə də, yəni məsəl üçün deyək ki, uşağın haqqında hər hansı bir məlumatı bilirəm, bunu kiməsə deməməliyəm. Və yaxud da ki, fəaliyyətsizliyə də yol verməməliyik. Yəni gördüyümüz anda biz susmamalıyıq. Yəni bu ciddi ola bilər sizin vurğuladığınız kimi, hətta Bəli. intihara da gətirib çıxara Bəli. bilər. Bəli, mühakimə etmədən, şagirdi qorxmadan, yəni çəkindirmədən şagirdlə söhbət Yetinmədən. aparırıq. Tamamilə doğrudur. Bəs bullying özü nədir İranə müəllimə? Bullying elə bir zərər çəkmişin, zərər törədən necə deyim, elə bir şəxsin digər şəxsə göstərdiyi təzyiqdir. Bullyingin də növləri var. Kiberbullying var, məqsədli bullying, məqsədsiz bullying, Bəli, sonra verbal, bir çox qeyri-verbal, bəli. bəli, verbal, qeyri-verbal Hı -hı. növləri var. Vasitəli, vasitəsiz bullying doğrudur. Bəli, vasitəli, vasitəsiz. Tamamilə doğrudur. Bəs deyirəm ki, yəni güclü şagirdin zəif şagirdə, güclü şəxsin zəif şəxsə qarşı törətdiyi fiziki və psixoloji şiddətdir. Bəli. Bu bir dəfədirsə buna bullying deyə bilərikmi? Məqsədsizdir də o. Bir Hə, dəfə bu edibsə, Hı -hı. məqsədsiz bullying olur da o. Yox, bir dəfə edibsə, yəni bu bullying deyil. Yox, xeyr, Bullyingdə biz bullying deyil. davamlı şəkildə baxırıq, müşahidə aparıb Bəli. görək bu davamlıdırmı? Davamlıdırsa o bullyingdir. Bir dəfə dalaşmaq və yaxud da ki, bir Bir dəfə dəfə kimsə etməklə yox, bəli, bullying bu olmur. bullying deyil. Tamamilə doğrudur. Bəs mədəni davranış qaydası deyirik müəllimin. Mədəni davranış qaydasına əsasən müəllim necə davranmalıdır? Mədəni davranış qaydasına görə müəllim sinifi idarə edə bilən, tam səmimi, bacaracaqlı, sonra savadını şagirdlərə tam şəkildə verə bilən, sağlam mühit yarada bilən, bunlardır da səhv eləmirəmsə müəllimə. Mədəni davranışda müəllim nitqinə diqqət yetirməlidir, Bəli, kobud ifadələrdən ünsiyyəti istifadə etməməlidir. etməməlidir, Hə. ünsiyyəti aydın olmalıdır. Ona bildirilən haqlı iradları qəbul etməli və bir nəticə çıxarmalıdır. Geyimidir, saç düzümüdür, yəni Bəli. xarici görkəminə müəllim hər Görkəminə zaman fikir diqqət verməlidir. yetirməlidir. Amma keyfiyyətli təhsil, keyfiyyətli deməli təhsil vermək bu vicdanlılıq, etik Bəli, davranış vicdanlılıq. qaydasıdır, doğrudur. Qaydasına İranə müəllimə çox aiddir. sağ olun. Amma elə bil ki, Sağ olun. nəsə yaxşı hazırlaşmamışıq elə. Biz əslində qalsa kurikulumu çox gözəl bilirik axı. Hə, isti deyə biraz Hə, mənim ona hiss olunur, yəni siz dərslərdə belə deyil idik. Dərslərdə Hə. daha aktiv idik, daha gözəl cavab Hə, verirdik. istidir bu günləri dəhşət. Neynirəm, xeyir yox. Hə, yəni o hiss olunur. Yox, daha da yaxşı oxumuşam əslində Yox, mən hamısını. sizdən Amma belə fikrimi gözləmirəm İranə müəllimə. Yəni bilirəm də, yəni biz bir yerdə olmuşuq da, sertifikasiya imtahanının test mərhələsinə Bəli. hazırlaşarkən bir yerdə olmuşuq. Hı. 9 dənə yazmışdıq, eləmi, yoxsa 8 dənə? Bəli. 9 Elə dənə yazmışdıq. yazmışdıq, hə. Bəli. Çox sağ olun İranə müəllimə. Sağ olun müəllimə. Daha da diqqətli olacağam. Yəni biraz belə aktiv cavab verək, tez cavab verək. Yəni o hiss Yaxşı. olunur. Sonra Baş. Güllü müəllimə, başınız var olsun. Güllü müəllimə burada. Salam müəllimə. Salam Güllü müəllimə. Güllü müəllimə. Bəli. Planlaşdırma nədir? Perspektiv planlaşdırma nədir və orada biz dəyişiklik edə bilərik yoxsa yox? Perspektiv planlaşdırma, biz burada elə bir ki, illik planlaşdır. Belə cavab verə bilərəm ki, Bəli. illik planlaşdırma
kimidir? İllik planlaşdırmadır əslində. Burada alt standart kimi qeyd edilir, Hı. sonra tarix qeyd edilir. Bir çox hallarda səhv etmirəmsə müəllimə ev tapşırığı da qeyd edilir, bəzi planlaşdırmada. Tarix mövzular qeyd edilir, alt standart qeyd edilir, resurs qeyd edilir bu, planlaşdırma, perspektiv planlaşdırmada. Hı hı. Müəllim, elə bil ki, il boyu hər hansı bir mövzunu necə keçəcəyini, planlaşdırır. Yəni il ərzində şagirdlərdə hansı bilik və bacarıqları reallaşdıracaqsa, hansı alt standartları reallaşdıracaqsa, bu illik planlaşdırmada öz əksini tapır. Fənn üzrə sinifin sonu üçün olan təlim nəticələrimiz perspektiv, yəni illik planlaşdırmada öz əksini tapır. Alt standartlardır, mövzulardır, qiymətləndirmədir, sonra saatdır, tarixdir. Yəni bunlar inteqrasiya da ola bilər. Deməli, illik planlaşdırmada öz əksini tapır, amma ki, yəni formatı təhsil müəssisəsindən asılı olaraq təbii ki, dəyişə Dəyişir. bilər. Yəni elə məktəblər var ki, orada tələb olunur ki, inteqrasiya yazılsın, elə məktəblər var ki, heç tələb olunmur. Ona və yaxud da ki, deyək ki, summativ qiymətləndirmə. Kiçik summativ qiymətləndirmə illik planlaşdırmada öz əksini tapır. Çünki biz müəllim olaraq, fənn müəllimi olaraq biz aparırıq kiçik summativi, diaqnostiki. Amma böyük summativ qiymətləndirməni biz aparmırıq. Yəni onu mən necə vaxtını təyin edib ora yaza bilərəm? Yaza bilərik. Təbii ki, tarixini biz ora yaza bilmərik. Yəni tələb eləyərlərsə böyük summativ qiymətləndirməni orada qeyd eləyirik. Amma ki, tarixini qeyd eləyə bilmərik. Çünki onu biz təyin etmirik. Bəli. Bir də dəyişikliklər, edilə bilərmi? Bu belə bir sual Bəli. verdiniz ki, o, necə deyim, şagird əgər mövzunu mənimsəməyibsə, biz əlavə, elə bil ki, günlər təyin edib keçmiş mövzuları, təkrarlatdıra bilərik. Təkrar keçə bilər. Bəli. Yəni dəyişiklik eləyə bilər və yaxud da ki, ola bilər ki, bəzən görürsüz hava şəraiti, bayramlar, gözlənilməz hər hansı bir tədris fasilələri olur. Təbii ki, yəni bunlar qaçılmazdır. Yəni bu səbəbdən mövzularımız inteqrasiya oluna bilər, sıxlaşdırıla bilər. Yəni o asan deyək ki, mövzular bir yerdə tədris oluna bilər, amma ki biz özümüz illik planlaşdırmada o saatlar ki verilibdir, yəni o saatlarda nə dəyişiklik eləyə bilmərik, nə artıra bilmərik, nə də ki azalda bilmərik. Deyək ki, il ərzində təsviri texnologiya aid eləmir bizim fənnimiz. Musiqi müəllimi. Musiqi, hə. Üzr istəyirəm. Musiqiyə, yəni bir il ərzində neçə saat ayrılıbdır? Deyək ki, 34 saat ayrılıbdır. Yəni biz bunu 35 saat eləyə bilmərik və yaxud da ki, 33 saat eləyə bilmərik. Nə saatı artıra bilmərik, nə də ki azalda bilmərik. Amma Həftədə bir mövzular dəfədir deyə arasında biraz dəyişiklik eləyə bilərik. Bəli. Bəli, həftədə bir dəfədir deyə biz biraz çətinlik çəkilir də o planlaşdırmanı tarixlər düzəndə biraz çətinliklərimiz olur. Hə, bunu qeyd Bayram elədim. günləri ilə əlaqədar. Planlaşdırmanı kim hazırlayır? Güllü müəllimə. Müəllim özü. Bəli, müəllimin özü. Qəti şəkildə, yəni yol verilməzdir ki, planlaşdırmanı biz hazır şəkildə kimdənsə alaq. Çünki, yəni hər bir sinifdə deyək ki, 2 sinif idarə edirsiniz. 7 A sinifi, 7 B sinifi. Yəni bunların da planlaşdırmaları fərqli olur. Oradakı uşaqların hamısının biliyi, bacarığı eyni deyil ki. Düz deyilmi? Eləsi var ki, elə mövzuda çətinliyi var. Orada deyək ki, 2 saat ayırmışıq. Eləsi var ki, heç orada çətinlik yoxdur. Yəni mən ona da 2 saat vaxt ayırmayacağam ki, həmin mövzuya. Ona görə də yəni planlaşdırmanı özümüz hazırlayırıq. Baxın, mən bu gün yönəltmişdim fənn kurikulumları. Araşdırıb biz lap istəsəniz özüm də qrupa yönəldə bilərəm qalan digərlərini. Yəni hər bir fənnin fənn kurikulumu var. Heç bizə deyək ki, metodik vəsait yoxdur, olmaya da bilər. Biz həmin o fənn kurikulumlarında siniflər üzrə təyin olunmuş alt standartlara əsasən planlaşdırmamızı özümüz hazırlaya bilərik.
Çünki şagirdlərimizi bizdən yaxşı heç kəs tanımır. Doğrudur. Bəs direktor sizi təhqir edərsə, necə reaksiya verərsiniz? Eee, Belə bir tənqid edərsə, yoxsa təhqir edərsə? Təhqir. Təhqir edərsə. Təbii ki, hər kəs özü bir şəxsiyyətdir. Heç kim heç kimin şəxsiyyətini alçalda bilməz. Eee, Əgər elə bir hal baş verərsə, bu qanuna zidd bir hərəkətdir. Eee, Bəli, Təbii ki, heç kimin şərəf ləyaqətini alçatmaq olmaz. bəli, tamamilə doğrudur. Yəni tənqidə hər birimiz açıq olmalıyıq. Tənqid nədir? Bəli. Yəni işdə hər hansı bir deyək ki, çatışmayan nöqsanlardır. Bəli. Yəni bunun Nöqsanları, yəni üzr istəyirəm müəllimə. buyurun. Nöqsanlar əgər elə bir nöqsanlar olsa, deyilər ki, çalışarıq o nöqsanları bir də təkrarlamayarıq. Amma təhqir olunsa, bu qanuna zidd olan bir hərəkətdir. Bəli, tamamilə doğrudur. Mütləq şəkildə biz öz hüquqlarımızı müdafiə Qorumalıyıq. etməliyik. Yəni müəllimin hüquqlarında da, təhsil verənlərin hüquqlarında var ki, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Yəni hər birimiz digərimizə mütləq şəkildə hörmət etməyə borcluyuq. Yəni Bəli, təhqir bəli. heç bir halda yol verilməzdir. Yol verilməz. Nə müəllim Bəli. şagirdi, nə müəllim valideyni və yaxud da ki, valideyn müəllimi, müəllim direktoru, direktor müəllimi, yəni heç bir halda təhqir etməyə ixtiyarı çatmır. Yəni bu yol verilməzdir. Bəli, yəni direktor biz bilirik ki, yəni istər direktor olsun, istəyir müəllim olsun, istəyir valideyn olsun, bayaq da qeyd elədiyim kimi, yəni təhqir heç bir halda yol verilməzdir. Tənqid eləyə bilərik. Bəli, İstəyir bəli. şagirdi, yəni bu da sizcə digər şagirdlərin gözü qarşısında olması doğrudur, yoxsa? Xeyr. Hı, Heç də doğru deyil. Heç də doğru bir hərəkət deyil. bəli, Çünki o şagird özü bir şəxsiyyətdir. Onunla dərsdən sonra söhbət aparmaq lazımdır və problem nədədir, onu araşdırmaq lazımdır. bəli, tamamilə doğrudur. Yəni fərdi şəkildə Bəli. deyilməlidir. Amma təhqir, yəni burada biz şagirdə nümunə də ola bilərik də ki, yəni istənilən halda o təhqir yol verilməzdir və təhqir olunarıqsa biz öz hüquqlarımızı müdafiə etməliyik. Yəni şagird də bizə baxır, bizdən nümunə götürür. Yəni təhqirə təhqirlə cavab vermək düzgün deyil. Ki filan kəs Bəli. məni təhqir elədi, mən də qayıdıb onu təhqir eləyim. Xeyr. Yəni Xeyr, xeyr. amma ki özümüzü mütləq şəkildə hüquqlarımızı müdafiə etməyi bacarmalıyıq. Ümumiyyətlə, müəllimə, müəllim hüquq və vəzifələrini daha dəqiq bilməlidir. Bəli, doğrudur. Yəni bəzən bizə sərf eləyən tərəfi daha çox öyrənirik, düz deyilmi? İstəyir şagird olsun, istəyir müəllim olsun. Amma ki vəzifələrimizi də təbii ki, doğru vurğuladınız, bilməliyik, hüququmuzu da, vəzifəmizi də. Yəni bu zaman hər şey daha yaxşı olar. Bəs sinifi necə idarə eləyirsiniz Güllü müəllimə? Belə bir cavab verə bilərəm ki, əvvəlcə plan qurulur, qaydalar üzrə hərəkət olunur. Daha doğrusu, dərsə başlanmazdan əvvəl bir çox prosedurları demək lazımdır. Necə deyim, əgər qrup işi görülürsə, səssizliyə, təbii ki, səs-küy, işgüzar səs-küy də ola bilər, olmalıdır daha doğrusu. Bu qrup işlərində daha çox rast gəlinir və sakitçiliyə biraz riayət etmək lazımdır və şagirdin şəxsiyyətinə hörmətlə yanaşmaq lazımdır, çünki qarşılıqlı olmalıdır. Hı. Yəni sinifin idarə olunmasına mütləq şəkildə müəllim gözlənti, qayda, prosedurlar mütləq şəkildə olmalıdır. Gözlənti nədir? Şagirddən gözlədiyimiz, şagirdin fəaliyyəti haqqında ona ötürdüyümüz mesaj. Yəni biz sizi bu cür görmək istəyirik. Məsuliyyətli olun, təhlükəsizliyə riayət edin, bir-birinizə hörmətlə yanaşın. Təbii ki, bunlar da açıqlanmalıdır şagirdə. Qaydalarımız olmalıdır. Görürsüz müzakirə müzakirə təşkil olunarkən
müzakirəyə uyğun qaydalarımız olur, qrup işinə aid qaydalarımız olur. Yəni bu artıq xaotik səs-küyün olmaması üçün həyata keçirilən işlərimizdir. Prosedurlar da, yəni bütün fəaliyyətlərimiz prosedurdur. Sinifdə həyata keçirdiyimiz bütün fəaliyyətlər. Sinifə daxil olmaq, sinifdən çıxmaq, summativ qiymətləndirmə zamanı, müəllimdən kömək istəyəndə, dərsə gecikən zaman və yaxud da ki, tapşırığı tez bitirəndə, yəni bunlar hamısı nədir? Fəaliyyətlər, prosedurlar. Prosedur bunun üçündür ki, yəni o sinifdəki fəaliyyətləri düzgün ardıcıllıqla yerinə yetirmək. Yəni bunu da biz şagirdə vərdiş elətdirməliyik. Yəni 21 gün faktoru var ki, yəni bunu daimi şəkildə həyata keçirəndə artıq şagird buna vərdiş eləyəcək. Biri var ki, deyək ki, prosedursuz sinif, bir də prosedurlarla idarə olunan sinif. Summativ qiymətləndirməni işlədilər, bitirdilər, bir baxdılar, nəzər saldılar. Bir dəfə Əhməd gətirdi, deməli, summativ qiymətləndirmə vərəqini, bir dəfə filan kəs gətirdi. Sinifdə aləm dəyəcək, digər uşaqların fikirləri yayınacaqdı. Amma ki, biz bunu prosedurlarla idarə edəndə daha yaxşı olur. Summativ qiymətləndirmə tapşırıqlarını işlədik, bitirdik, yenidən nəzər saldıq. Sonra ötürürəm qarşı, yəni gözləyirəm uşaqlar bitir. Ötürürəm qarşı deməli partiya, o da özündən qarşı tərəfə belə-belə, yəni şagirdlər yerdən qalxmadan kağızlar gəlir müəllimin stolunun üzərinə. Yəni nə səs-küy oldu, nə qarışıqlıq oldu. Aydındırmı? Və yaxud da ki, müəllimdən kömək istəyirəm, tapşırığını deyək ki, başa düşməmişəm. Biri var, çağıram, ay müəllim, yəni burada digər uşağın da diqqəti yayınacaq da, düz deyilmi? Bir də var, sakitcə əlimi qaldırıram, müəllimin məni görməsini gözləyirəm, yaxınlaşmasını, müəllim işarə verəndən sonra artıq problemimi deyirəm ki, hə, burada tapşırığı anlamamışam, başa düşməmişəm. Yəni sakit şəkildə, digərlərinə mane olmayacaq şəkildə bu fəaliyyətləri icra edirik. Yəni prosedurlar bundan ötürüdür. Yəni bunu qeyd edirik açıqlaması ilə ki, yəni sinifimizi bu cür idarə edirik. Sinifin effektiv idarə edilməsi biliklərimizdən istifadə edib bu sualı ətraflı şəkildə cavablandıracağıq. Bəs həyəcanınızı necə idarə edirsiniz, Güllü müəllimə? Belə bir cavab verə bilərəm ki, həyəcan məsuliyyətdən irəli gəlir. Təbii ki. Bir işdə məsuliyyət varsa, təbii ki, həyəcan da olacaqdır. Təmkinli yanaşmalıyam. İstər necə ifadə etməyim? Fikrimi cəmləyə bilmədim. Üzr istəyirəm. Digər müəlliməyə onda ünvanlayaram bu sualı Güllü müəllimə. Güllü müəllimə, yəni əvvəlkilərə nəzərən yaxşıyıq. Biraz da çalışsaq, lap yaxşı olar Güllü müəllimə. Getdikcə, yəni irəliləyirik. Çox sağ olun müəllim. Siz sağ olun. Sonra kim var burada? Təranə müəllimə. Bəli, axşamınız xeyir. Axşamınız xeyir Təranə müəllimə. Təranə müəllimə, effektiv müəllim-şagird münasibəti necə olmalıdır? Bəli. Deməli, deməli, effektiv şagird-müəllim münasibəti əsasən subyekt yanaşmasına əsaslanmalıdır. Bu o deməkdir ki, ənənəvi təlimdən fərqli olaraq, ənənəvi təlimdə müəllim danışırdı, şagird ancaq ona qulaq asırdı, yəni fikir bildirə bilmirdi. Amma effektiv müəllim-şagird münasibətində, deməli, burada subyekt yanaşmasıdır. Yəni şagird sərbəst şəkildə öz fikrini bildirə bilir. Müəllim təkcə bilik ötürmür, şagirdin potensialını üzə çıxarmağa yönələn ona istiqamətlər verir. Effektiv müəllim-şagird deməli münasibətlərin formalaşması üçün 4 əsas deməli prinsip əsas götürülür ki, bunlardan birincisi deməli demokratik idarə etmədir, ikincisi empatiyadır, üçüncüsü həssaslıqdır, dördüncü humanistlikdir. Demokratik idarə etmə nədir? Deməli, sinifdə əgər biz demokratik idarə etməni tətbiq eləyiriksə, bu deməkdir ki, şagird burada öz fikirlərini sərbəst şəkildə çatdıra bilir. Müəllim şagirdin fikirlərinə hörmətlə yanaşır, onların rəylərini dinləyir. Məsələn, sinif qaydaları tətbiq olunsa, hazırlanırsa onlar birlikdə hazırlayırlar. Belə müddətdə şagird səhv etməkdən qorxmur, öz fikrini çatdıra bilir. İkinci empatiya hissi olmalıdır. Empatiya da odur ki, şagirdin biz emosional hisslərini, yəni keçirmiş olduğu hissləri müəllim başa düşməlidir. Özünü şagirdin yerində hiss etməlidir. Məsələn, şagirdin əgər deyək ki, şagird
şagird məsəl üçün biri deyək ki, dərsə deyək ki, gəlmir və yaxud da aqressivlik göstərirsə, müəllim onun hisslərini başa düşməlidir. Yəni bunların kökündə hansı səbəbin dayandığını araşdırıb tapmalıdır və şagirdə kömək etməyə çalışmalıdır. Əsl müəllim də, yəni normal müəllim-şagird münasibətlərindən söhbət gedirsə. Sonra deməli biz həssaslıq deyirik. Həssaslıq odur ki, məsələn, şagirdin zəif cəhətləri varsa, deyək ki, onu sinif qarşısında demək olmaz. Çətinliklərini, problemlərini demək olmaz. Burada konfidensiallığı, yəni gizliliyi qorumalıyıq. Şagirdə biz deyək ki, həssaslıqla yanaşmalıyıq. Onun hisslərini, keçirmiş olduğu hisslərini başa düşməliyik. Humanistlik də odur ki, müəllim şagirdi yalnız qiymətinə görə deyil, aldığı qiymətə görə deyil, insan kimi dəyərləndirməlidir. Əgər bu 4 prinsipə, bu 4 şərtə əməl olunarsa, sinifdə deməli effektiv şagird-müəllim münasibətləri formalaşar və dərs uğurlu keçər. Mən belə deyərdim. Bəli, tamamilə doğrudur. Çox gözəl. Bəs illik planlaşdırma nədir? Təranə müəllimə, illik planlaşdırma haqqında danışa bilərikmi? Hə, illik planlaşdırma, deməli biz onu deyirik, illik planlaşdırma bəlkə dediyimiz kimi hər bir müəllim öz tərəfindən hazırlanır. Biz onu hazırlayanda birinci qeyd etməliyik ki, biz deyək ki, formativ diaqnostik qiymətlərini aparıb, sonra onu hazırlayarsa daha düzgün olar. Yəni biz şagirdlərimizi tanıyırıq, onların hansı mövzu haqqında, nə səviyyədə hazırlık olduqlarını bilirik. İllik planlaşmada alt standartlardır, mövzulardır, deyək ki, o inteqrasiyadır, sinifdən kənar məşğələlərdir, tarixdir. Bax, bunlar öz əksini tapmalıdır. Biz onda müəyyən dəyişikliklər də edə bilərik. Bu da lazım olan hallarda, bayaq qeyd elədiyiniz kimi siz, deyək ki, hər hansı bir bayram günləri olsun, əlamətlər, hadisələr olsun, o proqramda biz dəyişiklik edə bilərik, kiçik sadə mövzuları birləşdirib bir yerdə keçə bilərik. Bu dəyişikliklərin olması da, yəni o zərurət yaranarsa, şəraitdən olan bir haldır. Biz illik planlaşdırmanı hər bir müəllim özü hazırlamalıdır. Bu da ilin sonunda şagirdlərin çatacağı təlim məqsədlərini, deməli, özünü əks etdirən bir elə bir xəritə rolunu oynayır da müəllim üçün. Yəni ilin əvvəlində müəllim onu hazırlayır, ilin sonuna qədər də ondan istifadə edir. Yəni hər bir müəllimin öz tərəfindən hazırlamalıdır. Bəli, tamamilə doğrudur. Həyəcanınızı necə idarə edirsiniz? Deməli, həyəcanlanmaq hər bir insana xas olan, deməli, xüsusiyyətlərdən biridir. Yəni hər bir insan həyəcanlana bilər. Mən də məsələn müəllim kimi belə deyərəm ki, həyəcanlana bilərəm. Belə olan həyəcanlananda birinci növbədə özümün emosional sakitləşdirməyə çalışaram, deməli emosiyalarımı idarə etməyə çalışaram və çalışaram ki, həmən o həyəcanı özümdən, deməli, özümün həyəcanımı əsasən dərsin məsuliyyətinə, sinifin idarə olmasına, şagird nailiyyətlərin üzə çıxarılmasına yönəldim. Yəni bu həyəcana sərf olunan enerjini o istiqamətdə yönəldirəm və əsas diqqətimi, məsuliyyətimi yönəldirəm sinifin, dərsin idarə olunmasına. Bu halda həmən həyəcan da uzaqlaşar, bir növ məsuliyyətə çevrilər. Mən dərsi istədiyim səviyyədə idarə etməyə çalışaram. Yəni idarə edirəm və enerjimi ona sərf edirəm. Bəli. Belə cavab verərdim. Bəli, qəşəng, əla. Yəni burada sırf emosional intellektdən İdarə eləmək çıxış eləyirik. Bəli, hər birimiz öz emosiyalarımızı düzgün şəkildə idarə etməyi bacarmalıyıq. Düzdür. Yəni bu suala mən heç vaxt həyəcanlanmıram. Yəni Hamıya onsuz da bu insanıq biz. hisslər bəli, təbiət tərəfindən insana bəxş olunmuş hisslərdir. Həyəcan, qorxu, sevinc, nifrət, qəzəb, amma bunu qədərində İdarə bildirmək, bəli, göstərmək, bildirmək, idarə etmək insanın üzərinə düşür. Yəni olar ki, emosiyalarımızı düzgün şəkildə idarə edə bilməsək, bu istəyir Daha ki, sevinç hissi olsun. Sevinç hissini də normasından artıq göstərəndə bu kənardan gülünc görsənə bilər, düzdürmü? Qəzəb də ola bilər, dağıdıcı təsirə malik ola bilər, göstərər təbii ki, ola bilər, yox. Yəni mən əsəbləşmişəm, bunu nəyisə qıraraq, vuraraq, təhqiramiz sözlərdən İnsan istifadə edərək bildirsə, bəli, qarşı tərəfi qıracaqdır. Amma yəni sevincimizi də, qəzəbimizi də, deyək ki, həyəcanımızı da düzgün şəkildə idarə etməyi bacarmalıyıq. Hətta deyək ki, mənim nədənsə qəzəblənmişəm, yəni bunu normal şəkildə qarşı tərəfə bildiririk, bəli, incitdiyimizi də. onu bəli, ifadə eləməliyik əslində. Yəni Aha. gizlətmək də yox, normasında ifadə eləməliyik, bəli. Aha, bəli, doğrudur. Doğrudur. Bəs şagirdlərdə özgüvən hissini necə formalaşdırırıq? Hə, şagirdlərin özgüvən hissini, yəni özünü deməli rahat, sərbəst hiss etməsi üçün birinci növbədə sinifdə sağlam, deməli psixoloji mühit yaratmaq lazımdır.
Sağlam psixoloji mühit yaranansa, şagird deməli nə səhv etməkdən qorxmayacaqdır, nə öz fikrini çatdırmaqdan qorxmayacaqdır və özünü güvəndə hiss eləyəcək. Bundan sonra bir də şagirdlərə diferensial yanaşmanı biz nəzərdə tuta bilərik. Hı hı. Yəni hər bir şagirdə öz səviyyəsinə uyğun tapşırıq verirsə, şagird tapşırıq öhdəsindən gələcək, şagirdlər deyək ki, özünü güvəndə hiss eləyəcək. Yəni əgər biz belə deyək, savadı aşağı olan, səviyyəsi aşağı olan bir şagirdə çətin tapşırıq verirsə, o tapşırığı o işləyə bilməyəcək, qapalı düşüncə tərzinə keçəcək, deyəcək ki, mən bunu bacarmıram. Belə olan halda o özgüvən hissi itəcəkdir. Amma şagirdlərin hər birinə diferensial yanaşsaq, onların hər birinin öz səviyyəsinə uyğun tapşırıqlar versək, belə olan halda şagirdlər özlərini güvəndə hiss eləyəcəklər. Sərbəst şəkildə deməli mövzunu mənimsəyə biləcəklər. Məsələn, fikir söyləmək istəyirlərsə, fikirlərini sərbəst çatdıracaqlar. Bir növ açıq düşüncə tərzinə keçəcəklər. Bax, sinifdə biz bunlara əməl etməklə, diferensiallaşmanı təmin etməklə və sağlam mənəvi psixoloji mühit yaratmaqla şagirdlərin özünü özgüvəndə hiss etməsini biz tam da olmasa qismən təmin edə bilərik. Bəli, tamamilə doğrudur. Aha, Təranə müəllimə, çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Çox sağ olun müəllimə, minnətdaram. Sağ olun. Sonra başqa kim var? Günel müəllimə. Bəli, bəli. Salam müəllimə. Salam, hər vaxtınız xeyir. Sağ olun. Günel müəllimə, valideyn sizi Buyurun. direktora şikayət edərsə necə reaksiya verərsiniz? İlk növbədə mən fəaliyyətimdə profilaktik yanaşmaya üstünlük verirəm. Əgər valideynlə, mən ümumiyyətlə müəllimə necəyəm, valideynlə əlaqəni açıq şəkildə təşkil edirəm. Yəni nə fikrimiz varsa bir-birimizə vaxtında yerində yetiririk. Biz bunu nə direktora, nə zavuta, nə digər müəllimdən kömək kimi heç onlara çatdırmaq fikrimiz olmur da. Yəni yerindəcə yerinə yetiririk. Əgər belə bir hal olarsa, məcburiyyət qarşısında olaraq mən onda rəhbərliyə məlumat verərəm. O demək deyil ki, valideyni haqsız çıxardaram və yaxud nətərsə haqlı çıxardaram. Yəni ortaq məxrəcə gələrik ki, valideyn haqlıdırsa, yəni uşağın gələcəyi üçün xeyrinə çalışaram da. Yəni onun gələcəkdə şəxsiyyət kimi yetişdirməyinə belə ünsiyyət quraram. Yəni valideynin üstünə zidd olaraq getmərəm. Belə öz fikrim belədir. Bəli, yəni ki, tənqidlərə açıq olmalıyıq. Münasibətimizi elə qurmalıyıq. Tənqidə açıram, amma təhqirə yox, təhqiri qəbul edə bilmərəm. Çalışaram, düzdür, həmən anda özümü nəzakətlə apararam ki, ətrafımdakı, yəni mən müəlliməm də, yəni nümunə olmalıyam. Yəni qınağa da çevrilməməliyəm, amma sonra səbirlə, nəzakətlə direktorun otağına yaxınlaşaram və fikrimi bildirərəm ki, yəni görüm mən haqlıyammı, haqsızammı, ümumiyyətlə şəxsiyyətimə, ləyaqətimə toxunmağa icazə vermərəm. Görərəm ki, başa düşmür, müəyyən qurumlara məlumat verərəm. Bəli. Aha, bəli, yəni ki, valideynlə münasibəti elə qurmalıyıq ki, mütləq şəkildə. Valideynin hər hansı bir iradı varsa, onu bizə rahat, sərbəst şəkildə bildirsin. Yəni münasibəti bu cür qurmalıyıq. Düzdür. Yəni bu cür qururam, belə cavab verəndə bu cür münasibətlərimizi bu cür açıq, şəffaf şəkildə qarşılıqlı hörmət, qarşılıqlı ünsiyyətlə, hörmətlə qururam. Bəli. Aha, tamamilə doğrudur. Yəni buna görə də, yəni heç vaxtı belə bir halın baş verməsinə inanmıram. Əgər belə bir hal olarsa da yenə sizin dediyiniz kimi yaxınlaşaram, ola bilər ki, anlaşılmazlıq olsun. Normal şəkildə bunu bildirərəm ki, yəni bu belə deyil. Və yaxud da ki, olar da, yəni insanıq bilmədən hər hansı bir səhvimiz, nöqsanımız olur və bunu aradan qaldırmalıyıq. Yəni nə özümüzü cılızlaşdırıb acizləşdirməyək ki, yəni bu belə olar, elə olar. Yəni normal necə yanaşırıqsa, valideynlə ünsiyyətimiz necədirsə, yəni o cür cavab verəcəyik. Təbii ki, mən inanmıram ki, kimsə yəni valideynlə münasibəti düzgün şəkildə qurmasın. Yəni şəffaflıq, qarşılıqlı hörmət əsasında qurmasın. İnanmıram buna. Yəni bu cür edirik. Hər hansı bir nöqsanı olursa, yəni mən əvvəlcədən deyirəm ki, olar da, yəni ki, nəsə səhvimiz olarsa siz onu mənə bildirin. Yəni mən də onu aradan qaldırıram. Yəni səhv insana məxsusdur da. Yəni insan olan yerdə səhv də olur. Yəni mütləq şəkildə. Yəni bu səhvlərimizi kənardan kimsə bizə deyəndə onu normal şəkildə qəbul eləməliyik və aradan qaldırmalıyıq. Bəli. Tənqidə açıq olmaq. Yəni bu açıq düşüncə tərzindən də irəli gəlir ki, olur da səhvimiz olur. Yəni ola bilər. Bəs Günel müəllimə, formativ qiymətləndirməni nə zaman aparırsınız?
Formativ qiymətləndirməni il ərzində, yəni ilin əvvəlindən düz axırına qədər davamlı, yəni ardıcıl, planlı şəkildə aparıram, şagirdi izləyirəm, rəy verirəm. Rəyi də şagirdin kitab o gündəlik deyilən bir ora qeyd edirəm və özümün də dəftərim var, yəni formativ dəftərim var, ora qeydiyyatımı aparıram. Aha. Yəni rəyi şifahi şəkildə də verə bilərik, yazılı şəkildə də verə bilərik, doğrudur. Yəni bu formativ qiymətləndirməyə aiddir. İl ərzində, yəni davamlı olaraq formativ qiymətləndirmə aparılır. İnklüziv təhsil nədir? İnklüziv təhsil orada şagirdin xəstə şagird, nə bilim, normal şagird, yəni hər biri eyni məktəbdə, eyni sinifdə təhsil almalıdır da. Yəni biz onların arasında heç bir ayrılıq qurmuruq. Bax, xəstə sözünü heç vaxt nitqimizdə istifadə eləməyək. Məhdudiyyətləri olan, yəni sağlamlıq imkanları müəyyən məhdud olan sağlamlıq sistem məhdudiyyəti dedikdə olan. bəli, Bəli. sağlam Sayır, hə. aha, hə, yox. Yəni ümumiyyətlə ona görə deyirəm ki, orada bunu deməyək də xəstə uşaq. Yəni bu bir növ elə bil ki, yəni o uşaqlara xəstə damğası vurmaqdır. Əslində qalsa xəstəlik nədir? Qripdir, Olmaz, deyək yəni ki, bizim bəli, nitqimizdən çıxmaq qızılcadır, olmaz, elə xəstəlik demək bunlardır olmaz. da, düz deyilmi? Yəni o fiziki Düzdür, düzdür. məhdudiyyətlərimizdir. Yəni hər bir şəxsin, hər bir Fərq insanın qoymurlar da, yəni bəli, hər biri təhsil eyni almaq sinifdə, eyni məktəbdə təhsil alırlar, bəli, eyni təhsil almaq partada belə. hüquqları var. Tamamilə doğrudur. Yəni bu təkcə sağlamlıq imkanları məhdud yox, hətta intellektual vəziyyətlərini də qavrama səviyyələrini də nəzərə alınması inklüzivliyə daxildir. Hər kəsin təhsil almaq hüququ var. Hüququ var. Bəli, hər birimizin fikir azadlığımız, söz azadlığımız var. Yəni hər birimizin deyək ki, öz yaşıdlarımızla dostluq etmək hüququmuz var. Yəni biz bu Bəli. cür uşaqları cəmiyyətdən təcrid etməməliyik. Yəni buna bizim haqqımız, hüququmuz Qətiyyən yol verilməzdir, çatmır. bəli. Bəli. Yəni hər birimiz eyni vəzifə ilə, hüquqla dünyaya gəlmişik. Yəni hər birimizin təhsil almaq hüququmuz var. Yəni o sağlamlıq imkanlarının məhdudluğu heç vaxt buna mane ola bilməz. Bəli, bərabərlik hüquqları var. Tamamilə doğrudur. Günel müəllimə. Günel müəllimə, çox sağ Bəli. olun, təşəkkür edirəm. Siz sağ olun müəllimə, sizə Tamam. təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. İlhamə müəllimə. Tamam. Axşamınız xeyir İlhamə müəllimə. İlhamə müəllimə. Bəli, işte. Şagirdlərdə özgüvən hissini necə formalaşdırırıq? Hə. Şagirdlərdə özgüvəni yaratmaq üçün Hı -hı. onların ilk növbədə onlarda necə başa salım? Sağlam mühit yaratmalıyam və onların heç nəydən qorxmaq, çəkinməli olmamaqlarında, yəni çəkinməməlidirlər. Hamının çətinliyi də ola bilər, nəydəsə zəif də qala bilər. Bundan ötürü heç cür geri çəkilmək lazım deyil. Və çətinliyi olan uşaqlara da deyirəm ki, harda çətinliyin varsa, mənə yaxınlaş, deyib, mən sənə mütləq kömək edəcəm, başa salacam, üsulla. Məsələn, rəsm çəkəndə uşaq da deyir, məsələn, mən insan formasını çəkərəm. Deyir, eybi yoxdur, gəl, birinci sən insanın üst hissəsindən başla, gəl gözlərdən başlayaq. Gəl göz çəkməyə başlayaq. Lap çətin uşaqdır, çəkə bilmirsə, deyirəm, gəl möhtərəzə çəkə bilirsən, deyir, bəli müəllim. Deyirəm, gəl iki möhtərəzəni birləşdirək. Bunlar birləşəndə o göz formasını alır. Məsələn, belə bir şeylərlə. Yəni, qaş çəkmək üçün deyirəm, möhtərəzə gözün üstündən çək. Yəni, bunları Hasan forması ilə. Onda güvəni yaradıram, yavaş-yavaş o uşaq öz üzərində işləyir və başlayır o insanın formasını çəkməyə, hər hansı bir şeyi. Yəni, çəkəndə mən onu hissə başa salım ki, bu hissədən başda, gedib səndə alınacaq. Hər dəfədə çəkəndə deyim, ay nə qəşəng, keçən və bundan zəif çəkmişdin, bu səfər ondan yaxşıdır. Gələn səfər daha yaxşı işləyəcək. Görürsən, üzərində işləyəndə sən çəkə bilirsən. Bunu yaradıran yavaş-yavaş özünə inanır, başlayır çəkməyə.
Düzdür. Yəni görürsüz burada o sizin verdiyiniz rəydə rəqabət xarakterli deyil. Digər şagirdlə müqayisə xarakterli olmadı ki, hə sən filan kəsdən yaxşı çəkdin, yoxsa nə? Şagirdi kimlə müqayisə elədiniz? Özü ilə müqayisə elədiniz. Yəni bu zamanda şagirddə özgüvən hissi təbii ki, formalaşacaqdır. Ki mən əvvəl necə idim, indi necəyəm. Çox gözəl. Yəni sağlam mühit də quracağıq. Şagird fikirlərini rahat şəkildə deyəcək bir mühit qurmaq lazımdır. Düzgün rəy vermək lazımdır. Sizin vurğuladığınız kimi, yəni şagirdə onun fəaliyyətinə uyğun, düzgün şəkildə rəy verəndə də şagirddə özgüvən hissi formalaşacaqdır. Onun potensialına uyğun tapşırıq verəndə də əlbəttə ki, özgüvən hissi formalaşır ki, mən bunu bacarıram. Düşünmə, gözləmə vaxtı da verə bilərik. Yəni bu zamanda şagirddə özgüvən hissi formalaşır. Bəs şagird ev tapşırığını yerinə yetirmirsə, necə reaksiya verirsiniz? Onda mən birinci yaxına uşaqdan soruşuram, niyə eləməyib, hansı səbəbə. Ola bilər uşaqdır, indi ya xəstələnib özünü yaxşı hiss eləməyib, ya evdə hansı hadisə baş verib, işıqlar da sönə bilər və yaxud da çətin olar eləyə bilməz. İndi ola bilər uşaqdır, yaranan səbəb də gətirər ki, eləmək istəmir də, yəni səhlənkarlıq eləyib. Belə səbəblər də ola bilər və səbəbi öyrənəndən sonra o səbəbə uyğun məsləhətlərimi verərəm, başa salaram, bu belə olar, olmaz. Əgər də yəni səhlənkarlıqdansa deyərəm, belə olmaz, gələn səfər mütləq dərsi elə, vaxtında və eləməyib, şey eləmirəm. Yəni ki, dərsdən sonraya da, ya dərsin arasında da həmən mövzunu mən ona elə formada eləyərəm ki, işləyər. Hə, dərsdə yox, indi bu ev tapşırığı vermişiksə, onu biz dərsə, necə deyim, dərsimizə, bugünkü dərsə müdaxilə eləyə bilmərik axı. Ki, şagird keçin. Biləcəyinə görə deyirəm də, yəni Hə. ki, ola bilər ki, dərsimin içində də mən o elətdirə bilərəm ki, yəni ki, onu çatdırıb, yəni ki, onu da arasında eləyər, çəkər. Konstruktiv rəy verə bilərik. Dərsdən sonra, məsəl üçün, lap şagirdə rəy də verərik ki, tapşırığı həll etsin. Nəyə diqqət yetirməyib, nədə çətinliyi var. Yəni, bunu aradan qaldırmaq üçün mütləq şəkildə şagirdlə söhbət aparmaq lazımdır. İlk öncə, bəli, səbəbini araşdırmaq lazımdır ki, görəsən niyə etməyibdir? Ola bilər ki, başa düşməyib, anlamayıb. Yəni, bu dəfələrlə, birinci özü ilə danışırıq ki, bunu aradan qaldırsın. Düz deyilmi? Çünki məsuliyyətli olun, gözləntimiz var ki, ona verilən hər bir tapşırığı şagird yerinə yetirməlidir. Əgər şagird tapşırığı yerinə yetirmirsə, səbəbini soruşuruq. Anlamayıbsa, başa düşməyibsə, konstruktiv rəy veririk ki, səhvlərini necə düzəldə bilər, yəni istiqamət veririk, yol göstəririk. Yox, əgər bu dəfələrlə təkrarlanırsa, ki, bir dəfə demişəm, 2 dəfə demişəm, artıq biz valideynə müraciət edirik. Valideynə müraciət edəndən sonra yenə də baxırıq ki, yenə düzəlməyibdir uşaq. Bu zaman nəyə keçirik? Qaydalara keçirik. Qaydaların cəzası, mükafatı var. Düz deyilmi? Deməli, mən burada cəzalandırmadan istifadə edirəm. Müsbət cəzalandırmadan. Məsəl üçün, şagird dəfələrlə danışandan sonra ev tapşırığını yerinə yetirmədisə, saxlayacam, dərsdən sonra deyirəm ki, otur, 20 dəqiqə vaxtımız gedəcək və yaxud da ki, 10 dəqiqə vaxtımız gedəcəkdir. Mən də səninlə bərabərəm. Təbii ki, valideynə də məlumat veririk. Otur, tapşırığı işlə, ondan sonra gedərsən. Mən dərsdən sonra saxlama niyə demədim? Çünki mənim dərsimdən də sonra başqa fəndə dərsə girəcəklər. Hə, yox, dərsdən əlavə, məsələn, dərs tam bitəndən sonra, yəni biz şagirdlə oturub o tapşırığı işləyə bilərik. Bunu da eləyə bilərik və yaxud da ki, əlavə 2 dənə də tapşırıq verə bilərəm ki, bu da yəni müsbət cəzalandırmadır. Yəni çalışırıq ki, o cəzaya ilk dəfədən görürsüz, keçmirik. Yəni o çatdırıram. Deyirəm, gələn dərs 2 mövzu ikisini səndən yoxlayacağam. Bəli, tamamilə doğrudur. Yəni bu müsbət cəzalandırmadır. Şagirdin fəaliyyətinin üzərinə hər hansı bir fəaliyyəti əlavə elədik. Cəzalandırma nə zaman olur? Arzu olunmayan davranış sərgiləyəndə şagird. Yəni bunu da mütləq şəkildə aradan qaldırmaq lazımdır. Görürsüz, cəzalandırmaya ilk başdan keçmirik. Mərhələli şəkildə. 1-2 dəfə, 3 dəfə uşaqla danışdım.
valideynlə danışdım. Yəni bunu aradan qaldırmalıyıq. Bu tapşırıq verilibsə, şagird bunu yerinə yetirməlidir. İşinin məsuliyyətini dərk eləməlidir. Yəni bunu da məqsədə uyğun şəkildə cəzalandırmadan istifadə etməklə aradan qaldıra bilərik. Yəni bizim o verdiyimiz cəzalandırmalar da məqsədyönlü olmalıdır. Bəzən məsəl üçün deyək ki, uşağın nöqsanı bir yerdədir. Tənəffüsdə deyək ki, qaçır. Kimlənsə dalaşır. Mən uşağa tapşırıq verməklə bunu aradan qaldıra bilərəm? Xeyr. Tənəffüsü əlindən ala bilərəm. Və yaxud da ki, uşaq tapşırığı işləməyib, tənəffüsü əlindən ala bilərəm? Xeyr. Əlavə tapşırıq verə bilərəm. Dərsdən sonra saxlayıb, deməli, həmin tapşırığı işləməsinə şərait yarada bilərəm. Ona görə də bizim o cəzalarımız da mütləq şəkildə məqsədyönlü olmalıdır. Bəs hansı iş formaları var İlhamə müəllimə? İş formaları Bəli, hansı iş formalarımız var? cütlərlə, fərdi iş formasıdır, cütlərlədir, kollektivdir. Sonra 4 dənə isə Fərdi fərdi, cütlərlə, cütlərlə, bəli, Günel müəllimə. Qruplarla, qruplarla, bir də kollektiv. bütün siniflə, doğrudur, kollektivlər. Ən çox hansı iş formasından istifadə edirsiniz? Çalışıram bütün iş formalarından istifadə edeyim. Hı hı. Yəni birindən istifadə edib obrisindən olmaz da. Bəli. Yəni mütəmadi olaraq bütün üsullardan istifadə etmək lazımdır. Bəli, bəli, tamamilə doğrudur. Yəni təbii ki, məqsədlərimizə uyğun olaraq il ərzində bütün iş formalarına biz müraciət edirik. Çünki hər bir iş forması şagirddə bəlli, müəyyən bilik və bacarıqları formalaşdırır. Çox sağ olun İlhamə müəllimə. Sağ olun.